Həzrəti Həmzənin qatili Vəhşi idi adı. Həzrəti Həmzəni şəhid eləmişdi. Peyğəmbərin ürəyinə yara vurmuşdu. Həzrəti Həmzəyə Peyğəmbərin xüsusi məhəbbəti var idi. Amma Allah ona əzab vermədi. Səbr elədi, ta Məkkə fəth olunandan sonra o müsəlman oldu. Müsəlman oldu, İslamı qəbul elədi və deyirlər Müsəyləmə adlı yalancı Peyğəmbər var idi. O Müsəyləməni Vəhşi öldürdü. Sonra da dünyadan köçdü, Peyğəmbər dedi ki, Həmzə də onun qatili də cənnətdədir. Düzdür, böyük günah elədi, amma sonra tövbə elədi. Həmzə də onu bağışlayar qiyamətdə. O da tövbə elədi, bağışlandı və cənnət əhli oldu. Allah dərhal ona əzab nazil eləsəydi, hidayət yolu bağlıydı. Mən bir nümunə üçün bunu deyirəm. Yüzlərlə belə insan, minlərlə, milyonlarla, bəlkə tarix boyu Adəmdən bu günə belə insanlar olub ki, Allahın möhlət verməsi müqabilində haqqı tapıblar, islah olublar, dəyişiblər. Bu Allahın səbrinin nişanəsidir, səbrinin göstəricisidir. Özü də belə olub, Peyğəmbərlərinə də deyib ki, siz də mənə oxşuyun. İnni ənəs-səbur, təxəlləq bi əxlaqi, mənim kimi ol, mənim əxlaqımla əxlaqlan. Çünki mən səbirliyəm.